İlham Əliyev, qoşul cəmiyyətə, bax, həmən şahın dövrü səni gözləyir. Qoşul cəmiyyətə, xalqı eşit, xalqa zulm eləmə. Xalqa zulm eləmə, xalqa zulm eləysən qaçmağa yerin olmayacaq. Heç yerə qaça bilməyəcək. Xüsusilə hökümdə əli olmağına baxmayaraq, mən bu xalqdan, cəmiyyətdən, bütün dünyada oturan bu Azərbaycanın qeyrətli olanlardan çaldıqıyım. Şəxsən bu İlham Əliyev harasa qaçıb geçsə də, gələcəkdə də indi bizi öldürsə də, qeyri-əhalimiz çoxdur da, bunu yaşayıb görəcəklər. Yəni, uşaqlar var, gələcək var, artım var. Hökümü icra edən şəxsləri hasən hakimiyyət devrilsə cəzalandırır. Məndən sizə bir vəsiyyət. Yəni ki, bu danışıqla, bu tondan məni qoymazlar yaşamağa. Məndən sizə vəsiyyət. Hökümü icra edənlər, hökümü verəndən qatı cinayətdir. Bunları daha artıq cəza gözləyir. Bunları daha artıq cəzalandırmaq. Tarixdə belə hallar olub, ha. Çox tarixdən mülaçimiz var da. Yəni, İlham Əliyevin tutduğu bu günləri yol dögü xalqı uçuruma aparır.